Deyir ki, hakemer rical. Kişiləri hakim olaraq seçdi, kişilər hökm verdi. Halbuki Allah deyir, inil hukmu illə lillah. Hökm isə yalnız Allahındır. Allahın hökmü ilə də hökm verməyənlər kafirdir. Hökm də yalnız Allahındır. Amma Ali neynədir? Kişi gönderdi. 2 nəfər kişi ve onlar hökm verdiler. Şimdi ikinci sorum şu. Hazreti Ali Keremullahu Vece. Hazreti Muaviye bana göre öyle, sana göre değil. Mesele o değil. Aralarında niye doğrudan Allah'ın hükmü varken hakeme gittiler? Məlum məsələdir ki, müxaliflər tərəfindən, məxsusən də xəvariclər bu sualı həmişə qlobal etmək istəyiblər ki, Əmir əl-Möminin aleyhissalamın şəninə aşağı düşsün. Və həmən şəxslər də zahirən və batinən də məlum olduğu kimi özləri xəvaric, yəni xarici, dindən xaric olanlardır. Biz Qur'an-ı Kərimə nəzər saldıqda Maide surəsinin 95-ci ayəsində Allah Teala buyurur ki, ey iman gətirənlər, ihramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Bunu sizlərdən 2 ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Ərəbinə yəhkumu sözü keçir. Yəni hökm verməlidir. 2 ədalətli şəxs hökm verməlidir. Sualı sizə qaytarırıq. Suffeyndə möminlərin canı daha önəmlidir, yoxsa ki qurbanlıq heyvan? Əgər Allah Teala qurbanlıq heyvanı 2 ədalətli şəxs hökm verdiyini deyirsə, Əmir əl-Möminin əleyhissalamı 2 şəxsi göndərir. Şiədən səhv tutmaq özü bir səhvdir. Və aleykümesselam və rahmetullahi və berekatuhu. Ya Ali, ya Ali, eyyel xandaq ya Ali, sahib beyrak ya Ali, qadir mutlak ya